Çok değerli Azərbaycan Universiteti heyəti, əziz məzunlar, sizin hər birinizi bugünkü özəl gün münasibəti ilə təbrik edirəm. Bugün yalnız məzunların deyil, eyni zamanda Azərbaycan Universitetinin də həyatında çox önəmli günlərdən biridir. Artıq biz 31-ci məzunlarımızı iş həyatına, yeni həyata yola salırıq. Mən bu münasibətlə yalnız Azərbaycan Universiteti heyətini, məzunlarımızı deyil, eyni zamanda məzunlarımızın ailələrini, valideynlərini sirri ürəkdən təbrik edirəm. Qeyd etmək istəyirəm ki, bugünün önəmi xüsusidir. Nəyə görə? Çünki bugün sırf sizin bəzilərinizin 4 il ərzində, magistratura səviyyəsində olan məzunlarımızın isə 2 il səviyyəsində çəkdiyi əməyin, göstərdiyi səyin, entuziazmının və bütün əməyinin öz nəticəsini, təsdiqini tapdığı gündür. Bu münasibətlə sizin hamınızı təbrik edirəm. Qeyd etmək istəyirəm ki, nə qədər ki, bu günü qeyd etmək üçün siz zəhmət çəkmişsiniz, məsuliyyətlə yanaşmışsınız, oxumusunuz, qarşınıza məqsədlər qoymuşsunuz. Amma bütün bunların digər böyük bir hissəsi də bizim çox dəyərli, çox qiymətli akademik heyətin üzərinə düşür. Mən hörmətli profesor akademik heyətimizə dərin minnətdarlığımı bildirirəm. Onlar bu illər ərzində sizə çox böyük, müsbət keyfiyyətlər aşılayıblar. Azərbaycan Universiteti yalnız təhsil vermir. Azərbaycan Universiteti yalnız elmlə tələbələri qidalandırmır. Azərbaycan Universiteti tələbələrinə tənqidi düşüncəni aşılayır. Azərbaycan Universiteti tələbələrinə özgüvəni aşılayır. Azərbaycan Universiteti tələbələrinə müxtəlifliyə açıq olmağı, yeniliyə açıq olmağı, yanlışı qismən yanlışdan, doğrunu qismən doğrudan, doğrunu yanlışdan ayırmaq öyrədir. Azərbaycan Universiteti tələbələrinə eyni zamanda kritikal, analitik düşüncə qabiliyyəti aşılayır. Azərbaycan Universiteti eyni zamanda innovativlik və dürüstlük aşılayır. Bütün bu keyfiyyətlərin aşılanmasında bizim qiymətli profesor müəllim heyətinə mən xüsusi alqış istəyirəm. Əziz məzunlarımız, bu son deyil. Mən bunu keçən məzun günündə də qeyd etmişdim. Hələ hər şey təzə başlayır. Biz bilirik ki, dünya inkişaf edir, yeni çağırışlar yaranır. 2 il bundan öncəki çağırışlarla bugünkü çağırışlar heç də üst-üstə düşmür və biz daima öz üzərimizdə çalışmalıyıq. Yeni məqsədlər qarşımıza qoymalıyıq. Çatdığımız hər hədəfdən sonra buna sevinib, yeni hədəfimizi belirləməliyik. Bir məsələni qeyd edim. Mən istərdim ki, siz bir anlıq özünüzü öz valideynlərinizin yerinə təsəvvür edəsiniz. Gözlərinizi yumub bir neçə saniyəlik atanızın, ananızın, sizin təhsil almanızda əməyi olan ailənizin yerində hiss edəsiniz. Və bu an onların
sizin bu nöqtəyə gəlmənizdə nə qədər əziyyət çəkdiklərini görəcəksiniz. Buna deyirlər empatiya duyğusu. Buna deyirlər qarşındakini anlamaq duyğusu. Əziz məzunlarımız, cavan gənc qızlarımız, oğlanlarımız, istər sizin sosial həyatınızda, istər sizin iş həyatınızda empatiya duyğusunu heç vaxt unutmayın. Hər zaman aldığınız qərarlarda, atdığınız addımlarda mütləq qarşı tərəfi də düşünməyi unutmayın. Uğura gedən yol, doğruya gedən yol buradan başlayır. Mən çox xoşbəxtəm, çox sevincliyəm. Sanki özüm də məzunam bugün. Sizin hamınızı sidqi ürəkdən təbrik edirəm. Azərbaycan Universitetini təbrik edirəm. Və mən sizdən həm istəyirəm, həm arzu edirəm, həm də tələb edirəm. Bir Azərbaycan Universiteti tələbəsi olaraq istər ölkə daxilində, istərsə də ölkədən kənarda, sərhəddən kənarda vətənimizi, Azərbaycanımızı, qalib Azərbaycanımızı, qürurlu Azərbaycanımızı hər zaman ucalara qaldırasınız. Təşəkkür edirəm.